Hər vaxtınız xeyir olsun. İndi isə mən sizlə 7-ci sinifin 7-ci mövzusu olan oduncağın əsas fiziki və mexaniki xassələri haqqında danışacağam. Deməli müəllimlər, oduncaq bilirik ki, adətən yaşayış evlərində, gəmilərdə, demək olar ki, hər yerdə istifadə olunur və o müəyyən fiziki və mexaniki xassələrə malikdir. Deməli müəllimlər, fiziki xassələrinə baxaq. Fiziki xassələrə rütubət, rəng, iy və sıxlıq daxildir. Rütubət, rəng, iy və sıxlıq. Bunu irs sözü ilə yadda saxlaya bilərsiniz. Deməli, iy, rütubət, rəng, iy və sıxlıq. İrs sözü ilə yadda saxlaya bilərsiniz. Mexaniki xassələrə isə xarici təsirlərə davamlılıqdır, bərklik, möhkəmlik, elastiklik daxildir. Deməli, oduncağın rütubəti nədir? Belə ki, su kütləsinin quru kütləsinə olan nisbətidir və onun faizinin ifadəsidir. Belə ki, su kütləsi, belə deyim də, deməli müəllimlər, bu nə deməkdir? Oduncağın rütubəti su kütləsinin onun quru kütləsinə olan nisbətidir. Yəni, əvvəlcə onun su kütləsini hesablayırıq, daha sonra isə quru kütləsi, deməli, belə deyim, qurudulduqdan sonra onun quru kütləsini hesablayıb, onların nisbətini tapırıq və onun faizini ifadə edirik. Oduncağın mütləq rütubəti müəyyən bir həcmdə oduncaqda olan nəm kütləsinin quru kütləsinə olan nisbətidir. Və oduncaqlar növündən asılı olaraq yüngül və ağır ola bilirlər. Başqa sözlə desək, az və çox sıxlığa malik olan oduncaq növləri mövcuddur. Bəs oduncağın rəngi nədir? Oduncağın rəngi əks olunan işıq axınının spektral tərkibindən asılı olaraq vizual bir qavrayışdır. Hər bir oduncaq növünün əlaməti onun müəyyən niyə malik olmasıdır. Məsələn, iynəyarpaqlılar qətran ətri verir. Ağca qovağın isə nadir, özünə məxsus ətri var. Bəs oduncağın iyi nədir? Oduncağın iyi dedikdə onun qoxu hissinə təsir etmə bacarığı nəzərdə tutulur. Vahid həcmdə olan oduncaq kütləsi onun sıxlığıdır. Sıxlıq belə ifadə olunur. Məsələn, 1 kub santimetr şam ağacının oduncağı 0,5 qram kütləyə malikdirsə, deməli onun sıxlığı 0,5 qram kub santimetrə bərabərdir. Cökə, küknar, şam, qovaq ağaclarının oduncağı az sıxlığa, əksinə palıd, toz ağacı, göyrüş, ağcaqayın, alma, armud ağaclarının oduncaqları isə yüksək sıxlığına görə fərqlənir. Və oduncağın nəmliyi onda olan rütubətin miqdarı ilə ölçülür. Belə ki, qurudulma zamanı rütubət bir hissəsi buxarlanır. Oduncağın nəmliyini təyin etməkdən ötürü nümunəni qurudulmadan əvvəl və sonra çəkirlər. Və fərqi buxarlanan rütubətin kütləsinə qurudulan nümunənin kütləsinə bölüb 100-ə vurmaq lazımdır. Və deməli, oduncağın mexaniki xassələrindən biri də onun bərkliyidir. Bərklik nədir? Oduncağın bərkliyi hər hansı bir cismin ona daxil olmasına müqavimət göstərmə qabiliyyətidir. Belə ki, oduncağa daxil olan əşyanın səthdə buraxdığı oyuğun ölçüsünə əsasən bərklik təyin edilir. Oyuq nə qədər kiçikdirsə, bir o qədər o bərkdir. Bərk oduncağa mismarı vurmaq, onu rəndə ilə yonmaq, mişarlamaq, oymaq, deşmək çətindir. Bəs oduncağın möhkəmliyi nədir? Onun müəyyən yükə davam gətirmə qabiliyyətidir. Hansı ki, palıd, ağcaqayın, toz ağacı. Bunu tap sözü ilə yadda saxlaya bilərsiniz. Palıd, ağcaqayın, toz ağacı yüksəkdir. Yüksək. Ancaq ağca qovaq, cökə, küknar. Bunu da caq sözü ilə yadda saxlaya bilərsiniz. Bunlar isə nisbətən yumşaqdır. Oduncaqda olan məmulatlar yükləndikdə onun lifləri dartılır, sıxılır, əyilir. Məsələn, stulun ayaqları
oturanın ağırlığı altında sıxılır. Xizəkləri isə xizəkçinin kütləsinin təsiri altında əyilir. Odur ki, oluncağın möhkəmliyi dartılma, sıxılma, əyilməyə görə fərqlənir. Əgər təsir edən xüsusi yüklənmə oduncağın davam gətirə biləcəyi yüklənməni üstələyirsə, onda məmula dağılır. Hər bir oduncaq növünün davam gətirə biləcəyi möhkəmlik fərqlidir. Oduncağın elastikliyi nədir? Belə ki, xarici təsir götürüldükdən sonra onun əvvəlki forma və ölçüsünü bərpa etmək qabiliyyətidir. Xizəyin, xəttkeşin, yaylı oxun elastikliyi bu haqda təsəvvür yaradır. Oduncağın rəngi ağacın növü ilə təyin olunur. Oduncaq gözəl təbii rəngə malikdir. Çox vaxt məmulatları boyamır, sadəcə şəffaf lakın köməyi ilə rəngini saxlamağa çalışırlar. Bir çox oduncaq məmulatlarının hazırlanması üçün quru, rütubətliyi 8-15% olan oduncaq tələb olunur. Çünki ondan hazırlanan detallar əyilmir, asanlıqla emal edilir, rənglənir, uzun müddət istismar olunur. Yeni tədarük edilmiş ağacın oduncağının nəmliyi 60-80%'dir. Nəmliyi 8-15% olan oduncağı əldə etməkdən ötürü onu qurutmaq lazımdır. Qurutulmanın iki növü vardır. Təbii havada, süni kamerada. Təbii qurudulma mişar materialları yerçəkən yerə və ya talvar altında qalaq şəklində yığılmalıdır. Qurumaq üçün yığılan taxtaların arasına enli istiqamətdə tirlər düzülməlidir. Süni qurudulma isə qurutma kameralarında yerinə yetirilir. Kamerada üfürülən isti havanın təsiri ilə rütubət tezliklə buxarlanır. Oduncağın qurutma kameralarında qurudulması daha keyfiyyətli hesab edilir. Hava qovan qurğuların köməyi ilə güclü təsirə malik isti hava axını yaradılır. Kameralarda qurutma müddəti bir neçə sutka olur. Qurutma kamerasında bu işi quruducu qurğu operatorları idarə edirlər. Onlar kameradakı hərarətə, onun paylanmasını nəzarət edirlər, oduncağın nəmliyini ölçürlər. Qurudulan zaman oduncağın lifləri uzunluğuna və ya eninə qeyri-bərabər quruyub sıxılır. Və deməli, quruduqdan sonra da mişər materialları öz formasını qismən dəyişib və əyilirlər. Və deməli, mişər materiallarının arzu olunmaz əyilmələrinin qarşısını almaqdan ötürü onları ara qatı olmaqla sıxılmış halda qurutmaq lazımdır. Və taxtanın əyilmə növləri verilmişdir şəkil 3-də, hansı ki uzunluğuna, eninə və vidvari. Və mişər materiallarının sıxılmış vəziyyətdə qurudulması şəkil 4-də göstərilmişdir. Bu mövzumuzda biraz qəliz mövzularımızdan biridir. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə.